Siz xeyr, 6-cı sinif Dövlət İmtahan Mərkəzinin sinif testindən deməli müsbət tənasibin C və D variantını izahlamaya başlayırıq. Deməli, C variantında belə bir tənasib verib, bunu düzgün olmayan kəsrə çeviririk. Çarpı şəkildə vururuq. 85 bərabərdir 18x çıxı 9. 18x bərabər 94. X bərabərdir 94 və 18 ixtisar edirik 2-yə. 47 bölü 9. Qarşı kəsrə çevirib 5 ilə 9-da 2, yəni C variantı. Tənasibi göstərən x şəklində çarpaz vururuq. Bir-birinə bərabərsə tənasibdir. Deməli, 9 ilə 18 tənasib deyil. Bunlar da eyni eləmir, tənasib deyil. Bu 10 eləyir, bu 13 eləyir, tənasib deyil. Deməli, bu tənasib olacaq D variantı. Yenə də bunları bir-birinə 225 eləyir. Başqa son 4 nöqtələr nədə verir? Tənasib deyil. Deməli, çörəyin qiyməti 3 manat, 5 çörəyin qiyməti 3 manatdırsa, 10 çörəyin qiyməti necədir? Düzgün tənasibdir. Çörək artdıqca ona verilən pul artır, 6 manat. Yəni A variantı. Sürəti dəyişməməklə yola sərf olunan zamanı 3 dəfə artırdıqda yol necə dəyişir? Zamanla yol düzgün tənasibdir. Yol da 3 dəfə artar. Sonra 21-ə 4-də neçə dəfə böyüdür? 21-i 4-ə bölürük. 5-dən 4-də 1. C variantı. 6-cı sual. Deməli, sürət verilib bu qədərdir. Zaman verilib bu qədər. Tənasib eləyək. Deməli, sürətlə zaman tərs mütənasib olduğuna görə bunları yan-yana vururuq. 5 bərabərdir 4x, 5-i 4-ə böləndə 1/125 D variantı. Deməli, burada bunları k ilə yazanda 8k bərabər 320, k olur 40, bölgün taplayanda 5-i 40-a vururuq 200. Yenə tənasib eləyirik. Fərqli ilə zaman tərs mütənasibdir, yan-yana vuracaq və yaxud da tərs mütənasib olanda, bu fərqli artanda, işçi sayı artanda zaman azalacaq. Deyir ki, işçi sayı 4 dəfə artırılarsa, zaman 4 dəfə azalar, yəni 16. Yenə bunu k ilə yazırıq. 9k bərabər 180, k olur 20, və ədədlərdən kiçiyini taplayanda 40. Deməli, burada k-sı verilib 6-dır. Cəm deyəndə toplayacaq 5k olur 6-ya vuranda 30, sıx deyəndə k qalır 6, 7k 6-ya vuranda 42, çıxanda 3k 6-ya vuranda 18. Deməli, birinci 36, 30 var, 1 Y, 6 da var B, sonra 42, 18, 42 da var, 18 da var C, D, axırıncı da 11, 66 A variantı. İndi isə D variantı izahına başlayaq. 27 ədəd 5-dən neçə dəfə böyükdür? 27-ni 5-ə bölürük, 5-dən 5-də 2. B variantı yenə x şəklində tənasib edirik, onu düzgün olmayan kəsrə çeviririk. 32x çıx 12 bərabər 55. Deməli, 67-dən 32-yə böləcək x tapanda. Deməli, 2/32-də 3 A variantı. Deməli, bunu da yenə çarpı şəklində vururuq. 10x bərabər 24, x bərabər 2/4. Kvadratın tərəfini 4 dəfə artıqda, sayısı neçə dəfə artıq? 16 dəfə kvadrat ilə mütənasibdir. Çünki s bərabər A-nın kvadratı. Kubun həcmi də A-nın kubu ilə mütənasibdir. 3 dəfə azalanda 27 dəfə azalar C variantı. Deməli, burada da eyni yolu getməyə sərf olunan zaman müddəti 4 dəfə artarsa sürətlə, zamanla sürət tərs mütənasibdir. 4 dəfə artanda sürət 4 dəfə azalar. Burada da yenə k-na yazırıq. Açıq-bucaq 180 dərəcədə, 18k bərabər 180, k 10. Orta bucaq, ortadakı 7-dir, 70 dərəcə. Yenə burada tənasibdir. 4 fərqli 32 sada, 2 fərqli x sadə. Tərs mütənasibdir. Fərqli ilə zaman nə qədər çox işçi olsa, o qədər tez görünər. Deməli, çarpaz da vurarıq və görürük ki, fərqli 2 dəfə azalıbsa, deməli, zaman 2 dəfə artıb, yəni 64. Yenə burada da k-na yazırıq. 8k bərabərdir 40, k bərabərdir 5. Böyük hissə 5, 5-yə 5-ə bərabər 25. Yenə burada da k-na yazırıq. Bu m-lə n-in cəmi 11k eləyir. Fərqi k eləyir. Yenə də 6 qoyanda 66, 6. 6 yoxdur, hasil var. Burada cavablarda hasil olduğuna görə fərq yox. Biz m üstə gəl n, bir də m vur n-i alacaq. M vur n alacaq. Deməli, vuranda bunu 5k-nı 6k-ya 30k-nın kvadratı edir. Deməli, bu cavablarda buna uyğun yoxdur. Deməli, 66 olacaq A variantı. Burada toplayanda 7k, 7-dən 6-ya vuranda 42, vuranda 12k-nın kvadratı olmalıdır. Burada cavab 72k yazılır, əslində səhv gedib. 72 burada k-nın kvadratıdır. 2 dənə k var axı. Yəqin ki, cavabı bunu nəzərdə tuturlar, amma səhv götürürük. Çünki 72 yox, 72 bir də 6-ya vurmalı k-nın kvadratı ilə. Burada da deməli, bunları vuranda 6k-nın kvadratı olur. Bunlar götürüb bir dənə 6-ya vururlar. Əslində nəzərdə bu cavabları götürüb, amma k-nın kvadratı nəzərdən qaçırırlar. Ona görə o cavablar heç birinə uyğun gəlməyəcək, ancaq cəmləri götürəcək. Deməli, 66 oldu. 7-ni 6-ya vuranda 42 B, 5k, 5-i də 6-ya vuranda 30 D variantı. Ancaq bunlar uyğun gəlir.